Düşün ki, səhər yuxudan oyanırsan, heç bir yaşam sevincin yoxdur, həyata baxış bucağın fərqlidir. Gün ərzində məsuliyyətin çoxdur, görməli olduğun işlər var həyatda qalmağın üçün, amma onları belə etməkdə çətinlik çəkirsən və bu sənin üçün çox ağır bir yükdür. Biraz əvvələ qayıtsaq, yəni bizim uşaqlıq dönəmimizə necə olub? Uşaqlar adətən həyata daha sevincli gözlə baxır. Səhər görürsünüz yuxudan necə oyanırlar, canfəşanlıqla, sanki hər gün onlar üçün yenidən başlayır. Niyə görə insanın daxilində belə bir istəyi, arzu olduğu halda müəyyən bir müddətdən sonra biz səhər yuxudan oyananda və ya da gün ərzində özümüzü gərgin, sıxıntılı, sanki heç bir şey yolunda getmirmiş kimi hiss edirik? Əslində bütün bunların səbəbi insanın daxilində o uşaqkən zaman-zaman yığılıb qalmış kök duyğulardır. Hansı ki o kök duyğular bugünkü həyatımızda bizə təsir göstərir və biz bəzən onun səbəbini kənarda axtarırıq ki, ay kənarda bir hadisə baş verdi, mənim işim yoxdur, mənim məqsədim yoxdur. Bütün bunlar birdən-birə insanda yaranmır. Yəni həmin o uşaqlıq dönəmindən pillə-pillə insanda o duyğular yaranır, müəyyən inanc sistemi formalaşır və bunun əsasında bugün biz özümüzü səhər yuxudan qalxanda narahat hiss edirik, gün ərzində nəsə pis bir şey olacaqmış kimi hiss edirik. Bu təməl duyğular içərisində 3 əsasını mən qeyd edirəm, hansı ki seanslarda bunların üzərində daha çox qalırıq. Birincisi dəyərsizlik duyğusudur, ikincisi yetərsizlik və üçüncüsü isyankarlıq duyğusudur. Hansı ki dəyərsizlik duyğusu ən təməldə dayanan bir duyğudur. İnsan uşaq yaşlarından, yəni doğulduğu andan özünün dəyərli olduğunu hiss eləməyə ehtiyac duyur və təbii ki, bu hissi də ona qazandıran, ona baxım verən, ona yaxınlıq göstərən şəxslər olur. Birinci olaraq ailə ortamında, daha sonra sosial mühitdə, sosial mühitdə adaptasiya olduqca insan ətrafındakı insanlardan dəyər görməyə çalışır və yaşamını bu şəkildə aparır. Və bu hisslərdə əgər hansısa boşluq qalırsa, biz özümüzün o bir növ dəyər qutumuzun dolmadığının fərqində oluruqsa və ya fərqində olmasaq belə həmin o qutu dolmursa, insan gələcəkdə çox məntiqsiz bir şeylərdə dəyər axtarmağa başlayır. Özünü boşluqda hiss edir, sanki heç yerə aid olmurmuş kimi hiss edir. Əslində dəyərsizlik duyğusu öz-özlüyündə yetərsizlik və güvənsizlik, həmçinin günahkarlıq duyğusunu da birləşdirir. Yəni bunlar toplum bir haldadır. Həm günahkarlıq, yetərsizlik, güvənsizlik bunlar hər biri özü ayrı-ayrılıqda bir duyğudur. Həmçinin onlar dəyərsizliyin içərisində də gedir. Yəni insanda bu kimi günahkarlıq, yetərsizlik duyğuları olduğu halda da o özünü dəyərsiz hiss edə bilir. Bəs günahkarlıq duyğusu nədir? Günahkarlıq duyğusu insanda depressiyanın yaranmasının əsas birinci səbəblərindən biridir. Yəni birinci səbəbidir deyək. Və bu zaman uşaq 0-6 yaşlarında həyatda, yəni özünü həyatın mərkəzində görür. Bir növ həyatda baş verən bütün yaxşı və pis hadisələrin mərkəzində özünü görməyə başlayır. Məsələn, ata-anasının bir-birinə dalaşır, orada günahkar kimi özünü axtarır ki, mən nəsə elədim, ona görə ata-anam dalaşdı. Siz aşağı yaşlı uşaqlarda bunu sual verə bilərsiniz. Bir uşaq əgər təbii ki, ərköyün böyüdülməyibsə, kənarda dalaşan iki şəxs olur, uşağa yaxın şəxslər və uşaq orada öz üzərində də günah götürməyə meyilli olur və təəssüflər olsun ki, həmin bu xüsusiyyət sonradan insanda günahkarlıq kompleksinə çevrilə bilir. Yəni, adi bir şeylərdə canımızın sıxıldığını hiss edirik. Məsələn, münasibət yaşayırıq, münasibətdə o insanın aramızda problem olanda özümüzü aqressiv hiss edə bilirik, bəzən özümüzə qapanırıq. Bütün bunların təməlində əslində günahkarlıq duyğusu dayana bilir. Yəni, mən nəsə elədim ki, o məndən qaçdı. İki romantik münasibətdə bir insan, daha doğrusu bir romantik münasibətdə iki insan bir-birinə qarşı təbii ki, problem də yaşaya bilər, bəzən ayrılmaq istəyə bilər. Yəni, bütün bunlar normal bir haldır və düzəldilməsi lazım gərəkən bir problemdir. Əgər biz özümüzü həmin anda emosional olaraq çökmüş vəziyyətdə hiss ediriksə və bu bizim günlük yaşamımıza təsir göstərirsə, demək ki, orada nəsə bir boşluq var, nəsə bir problem var. Və digər bir duyğu isə yetərsizlik duyğusudur. Daha çox insanın özünü mükəmməl hiss etməyə ehtiyacı, özünü təsdiqə ehtiyacı daha doğrusu və bu da özünü mükəmməl göstərməklə göstərir. Və daha çox karyera iş həyatında, mən deyərdim ki, hal-hazırda insanlar arasında karyera iş həyatında o yetərsizlik hissləri özünü göstərməyə başlayır. İnsan ümumən heç bir şeydə özünü yetərli hiss eləmir və daha kimlərəsə özünü təsdiq eləməyə ehtiyac duyur. Olduğu kimi özünü qəbul etmək onun üçün çox çətindir. Bu kimi duyğular haqqında çox geniş məlumat vermək olar. Mən qısaca olaraq bildirdim. Yəni, siz də özünüzün ümumiyyətlə səhərlər yuxudan oyanmaqda çətinlik çəkirsinizsə və sanki həyata baxışınız
monotondursa, hər yer ağ-qara görürsünüzsə, həyatınızda sanki nəsə çatışmırsa, bu duyğular üzərində təhlil aparmaq çox önəmlidir və bu sizin yaşam keyfiyyətinizə birbaşa təsir göstərəcək.